Herkese salam. Davam edirik Biyologiya fənnindən Dövlət İmtahan Mərkəzinin təşkil etmiş olduğu ali məktəblərə qəbul imtahanlarının test sual nümunələrini izah elə. Bugün sizə 2023-cü tədris ilinin birinci cəhd imtahanının suallarını izah edəcəm. Və ilk sualımızla başlayaq. Cədvəldə öz-özünə tozlanan diploid xromosom dəstinə malik olan 4 müxtəlif çiçəkli bitkinin bir çiçəyində iki qat mayalanma prosesində deməli prosesi ilə bağlı məlumatlar göstərilmişdir. Verilənlərdən hansını söyləmək olmaz. 1-2. Mərkəzi hüceyrə, yumurta hüceyrə, sperm mayalama prosesində iştirak edən hüceyrələrdir. Yəni bir toxumun yaranması prosesində iştirak edir. Mərkəzi hüceyrə, yumurta hüceyrə, sperm. Və bizə qeyd edir. İki qat mayalama prosesində bilavasitə iştirak edən spermlərin sayı deməli 2-dir və mayalanmada iştirak edən hüceyrələrin xromosom dəstələrinin cəmi isə 5-dir. Bu nə zaman mümkün ola bilər? Deməli, diploid bir bitkidən söhbət gedirsə, bizim mərkəz hüceyrəmiz 2N'dir, yumurta hüceyrəmiz N'dir, spermlərimiz N'dir. Bunların cəmi olur 5N. Prosesdə də iştirak edən spermin sayı isə 2 ədəd olacaqdır. Deməli, burada bir toxumun yaranma prosesindən söhbət gedir. Baxırıq, deməli, ikinciyə. Bir çiçəkdə olan proseslər, bəli. Burada bir toxumun yaranma prosesindən söhbət gedəcək. Çünki bir toxumun yaranması zamanı diploid bir bitkidən söhbət gedirsə, iştirak edəcək mərkəzi hüceyrə, diploiddir, yumurta hüceyrə, haploid, spermlər haploid. Ona görə cəmi olur 5N və prosesdə 2 sperm iştirak etmiş olur. Demək ki, burada bir toxumlu bitkidən söhbət gedir. Davam edirik. Baxırıq, burada 2 sperm iştirak edir. Deməli, bir mayalama prosesində 2 sperm iştirak edirsə, əgər deməli 12 sperm iştirak edibsə 6 mayalama prosesi, yəni 6 iki qat mayalama prosesindən, yəni 6 toxumun yaranmasından söhbət gedir. Yəni çox toxumlu bir meyvədə yaranacaqdır. Burada spermlər deməli ümumi mayalamada iştirak edən hüceyrələrin xromosom dəstələrinin cəmi isə 30 N'dir. Deməli bir toxumun yaranması zamanı mayalama prosesində 5 N'dirsə, bu cəmimiz 30 N isə demək ki 6 toxum yaranmış olacaq. Daha sonra bir toxumun yaranma prosesində mayalanmada iştirak edən hüceyrələrin xromosom cəmi 5 N'dirsə, 25 N isə 5 toxum yaranacaq. Və ya spermlə də bunu təsdiqləyə bilərik. Bir toxumun yaranması zamanı mayalamada iştirak edir 2 sperm, 10 sperm iştirak edirsə 5 toxumdan söhbət gedir. Digərində də bir toxumun yaranması zamanı mayalamada iştirak edən hüceyrələrin xromosom dəstələrinin cəmi 5 N'dir. Əgər 40 N isə 8 toxumdan söhbət gedir. Eyni zamanda bir toxumun yaranması prosesi zamanı 2 sperm iştirak edirsə, 16 sperm iştirak etsə, yenə 8 toxumdur. Yəni həm hüceyrədə mayalamadan yaranan hüceyrələrin xromosom dəstinə nəzərən, həm də spermlərin sayına nəzərən təsdiqləmiş olduq ki, X bir toxumlu, Y, Z, Q isə çox toxumludur. Y-də 6 toxum, Z-də 5 toxum, Q-da isə 8 toxum yaranmış olacaq. Verilənlərə əsasən nəyi söyləmək olmaz? Z-in çiçəyindən çox toxumlu meyvə inkişaf edə bilər. Bəli, Z-də 5 toxum var, çox toxumlu inkişaf edə bilər. X-in çiçəyində yumurtacıqların sayından çoxdur. Baxıram, X bir toxumludur. Bir toxumlu o deməkdir ki, bir yumurtalığın daxilində bir yumurtacıq olub. O zaman bir toxumluda yumurtacıq sayı yumurtalıq sayına bərabərdir, çoxdur deyir deyə yanlışımız B variantıdır. Y-in çiçəyində 6 mərkəz hüceyrə mayalanmışdır. Əgər Y-də 6 toxum yaranırsa, bir toxumun yaranması 1 mərkəz hüceyrə, 6 toxumun yaranması zamanında 6 mərkəz hüceyrə mayalanmış olacaq. Z-in çiçəyində mayalamada 5 yumurta hüceyrə iştirak edir. Biz baxırıq ki, bir toxumun yaranması zamanı 1 yumurta hüceyrədir. 5 toxum yaranmasında da 5 yumurta hüceyrə iştirak etmiş olacaq. Q-nun çiçəyində mayalamada 8 yumurta hüceyrə, bir toxumun yaranmasında 1 yumurta hüceyrə isə 8 toxum yaranırsa 8 yumurta hüceyrədir. Bu da doğru fikirdir. Yanlışımız B variantı oldu. Sual 2 ilə davam edirik. Yarpaqlarında həm diploid, həm də haploid xromosom yığımına malik hüceyrələrə təsadüf olunur. Biz bilirik ki, erkək qıcının yarpaqlarının altında sporangilər var. Sporangi daxilində meyoz yolla sporlar yaranır və sporların xromosom yığımı haploid olur. Özü diploid olduğu halda, yəni yarpaq xromosom yığımı sporanginin xromosom yığımı diploid olduğu halda, sporangi daxilində olan meyoz yolla yaranan sporun xromosom yığımı haploiddir deyə həm diploid, həm haploid hüceyrəyə rast gəlmək olar. Yarpaqlarında deyir. Baxırıq, burada söyüd. Söyüdün yaşıl çiçəkləri. Təbii ki, söyüdün yaşıl çiçəklərində də mən diploid və haploid hüceyrəni görə bilərəm, amma yarpağında deyil, çiçəyində. Qarğıdalının yenə həm dişi çiçəklərində, həm erkək çiçəklərində, həm diploid, həm haploid hüceyrəni görə bilərəm. Çünki meyoz yolla meyoz prosesi gedəcək. Orada mikrospor və makrosporların yaranma prosesi meyoz yolla gedir. Təbii ki, həm diploid, həm haploid hüceyrəni görərik, lakin yarpaqda deyil.
Sonra quş mamırdan əgər yetkin fərdindən söhbət gedirsə, yəni qutucuq yaranmadan bilavasitə yetkin fərddən söhbət gedirsə, burada yan haploid hüceyrələr görərik. Sarı çiçəkli söyüd, bəli, yenə çiçəyində deməli mikrospor yaranması zamanı erkək söyüd olduqda erkək söyüddə mikrosporun yaranması zamanı yenə tozluqda meyoz prosesi gedə bilər. Yəni diploidlər, haploidlər ola bilər, lakin çiçəkdə bizə lazımdır yarpağında həm diploid, həm haploid, ona görə ipək qıcını müəyyən etmiş olduq. Sual 3 ilə davam edirik. İnsan bədən boşluqları verilmişdir. Bir kəllə, 2 döş, 3 qarın boşluğudur. Vəzirlər tərəfindən hazırlanan hormonlar arasında uyğunluğu qeyd edildir. Deməli, timozin, timus vəzin hormonudur və döş boşluğunda yerləşir. Adrenalin böyrək üstü vəzin hormonudur, qarın boşluğunda yerləşir. Sonra melatonin epifiz vəzin hormonudur, kəllə boşluğunda yerləşir. Kalsitonin qalxan bənzər vəzin hormonudur. Bədən boşluğunda yerləşmir, boyun nahiyəsində yerləşəcək. Progesteron deməli yumurtalıqların hazırladığı hormondur. Yumurtalıqlar çanaq boşluğundadır. Burada çanaq boşluğu təsvir olunmayıb deyə yenə götürə bilmədik. Deməli biz burada boşluqlarımıza nəzərən 1-ə C, 2-yə A, 3-ə B olaraq cavabımızı müəyyən etmiş olacaq. 1-ə C, 2-yə B, 2-yə A, 3-ə B, 1-ə C, 2-yə A, 3-ə B cavabımız olur Y variantı. Sual 4 ilə davam edirik. Arpa, zəncir otu, quduz otu, soya, dağ laləsi, quş üzümü vələmir. Arpa taxıllar fəsiləsidir və erkəkcik müqayisəsini istəyir bizdən. Taxıllar fəsiləsində arpanın formulu olacaq C4, Y3, D1 şəklində. C4-də 2 çiçək pulcuğu, 2 çiçək pərdəsidir. Pərdələr orada bitişik olacaqdır. Daha sonra dişicikdə 2 ağızlıdır, unutmuruq. C4, Y3, D1. Deməli, erkəkciyimizin sayı neçədir? 3. Zəncirotu mürəkkəbçilər fasiləsinə aiddir. Bütün çiçəkləri əsil dilcidir və bütün çiçəkləri K0, L5, Y5, D1 formuluna malikdir. L bitişikdir, Y bitişikdir. Burada dişiciklərdə 2 ağızlıdır. Erkəkcik sayımız neçə oldu? Y5. Sonra quduz otu xaç çiçəklər fəsiləsinə aiddir. K4, L4, Y4 üzərinə gəlsin ki, D1 şəklindədir. Erkəkçiyin 4 uzun, ikisi qısadır. Erkəkçimizin sayı neçə oldu? 6 ədəd. Soya paxlallar fəsiləsinə aiddir. K5 bitişik şəkildə kəsə yarpaqları bitişikdir. Unutmuruq bunu. Sonra K5, L5, ləçək sayımız 5-dir. Ləçəklərin 3'ü sərbəstdir, ikisi bitişik şəkildədir. 3 sərbəst ləçəyimiz 1 yelkən, 2 avar. 2 bitişik ləçəyimiz isə qayıqcığı əmələ gətirən ləçəklərdir. Bir deməli paxlalı çiçəyində 1 qayıqcıq var, amma 1 qayıqcığı əmələ gətirən 2 ləçək olur. Bunu da unutmuruq, testlərdə lazım olur. Ümumi formulu demiş olsaq K5, L5, Y 10 D1'de erkəkçiyin 9'u bitişik, biri sərbəstdir, 9 üzərinə gəlsin bir şəkildə də təsvir edirik. Dişiciyimiz isə 1 ədəddir. Deməli K5, L5, Y10, D1 deyiriksə erkəkçiyimizin sayı oldu. Paxlallarda 10. Dağ laləsi zambaqlara aiddir. Ç 3 üzərinə gəlsin 3, Y 3 üzərinə gəlsin 3, D 1 şəklindədir. Dişiciyi 3 ağızlıdır zambaqların, unutmuruq. Nəyə görə çeyni, yəni yapaqçıqlar və erkəkçiyi 3 üzərinə gəlsin 3 qeyd edirik? Çünki həm yapaqçıqların həm də erkəkçiyin 3'ü mərkəzdə, 3'ü kənarda yerləşmiş olur. Erkəkçi sayımız neçədir? 6 ədəd. Quş üzümü, deməli badımcan çiçəklər fəsiləsinə aiddir. K5, L5, Y5, D1 formuluna malikdir. K'lar, L'lər, Y'lər mötərizə içərisində, yəni bitişik olacaqdır. Erkəkçimiz 5 ədəddir. Vələmir taxıllar fəsiləsinə aiddir. Ç2 plus 2, Y3, D1 eynən arpada olduğu kimi burada da qeydlərimizi demiş olarıq. Deməli 3, 5, 6, 10, 6, 5, 3. Biz burada artıp azalma görürüksə grafikimiz olacaq C variantı. Sual deməli 5 ilə davam edirik. Bizə nə verilib? Meyoz bölünmə. Deməli bir də meyoz bölünmə gedir. Hüceyrə divarı var. Qamçısız erkək qametlər və produsentin olması. Bircə dəqiqə burada üzərindən qoyulub. Burada müsbət mi, mənfi mi qeyd olunub, baxarıq bir daha. Deməli, uyğunluğu müəyyən edin qeyd edir. İkincidə nə meyoz gedir, nə hüceyrə divarı var, nə qamçısız erkək qamet var, nə produsent olacaq bu. Deməli, bura mən nəyi əlavə edə bilərəm? Heterotrof bir bakteriyanı, daha doğrusu heterotrof bir deməli heyvanı. Çünki hüceyrə divarı yoxdur. Heterotrof bir hüceyrəli, meyoz getməyən bir heyvan götürə bilərəm. Çünki bakteriya deyil, hüceyrə divarı yoxdur bunun. Çünki heyvanlarda hüceyrə divarı olmur. Adəm bura
qoya bilərik. 2-yə gedəcək AMÖV. Daha sonra 3-də meyoz prosesi gedir. AMÖV-dən başqa burada bəli bakteriya qoya bilmədik. Aha, doğrudur. 3-ə gedir. 3-də meyoz prosesi getmir. Hüceyrə divarı var. Qamçısız erkək qaməti yoxdur. Prodüsent nümayəndəsi də mövcuddur. Bu bakteriyalardır. Misal üçün bakteriyalardan daha doğrusu prodüsent olması mövcudu bu bakteriya olacaq. Yəni göy yaşıl, yosun, siyanobakteriya 2-yə 1-ə demək 2-yə C, 3-ə B olaraq müəyyən etmişik. Daha sonra deməli gəldik nəyə? Meyoz prosesi gedir, hüceyrə divarı var. Sonra prodüsent canlıdır. Prodüsent canlıdır. Bura meyoz gedir, adi şam. Misal göstərə bilərik. Bitkidir, hüceyrə divarı var. Təbii ki də prodüsentdir. Bura deməli A-nı əlavə edə bilərik. 1-ə A, 2-yə C, 3-ə B olaraq qeyd edərik. Burada qamçısız erkək qaməti də yəqin ki müsbət qoyub, çünki çılpaq toxumlarda sperm adlanır deyə müsbət olacaqdır. Burada tam olaraq görə bilmədiyim üçün sona saxladım bu hissəni ki, yəqin edək. Deməli, spermdirsə, o zaman sperm olacaq burada. Buna da müsbət qoyulub. Adi şamı bura götürə bilərik. Deməli, biz hansı canlıları müəyyən etmədik burada? Deməli, D-ni və Y-ni heç birinə aid etmədi. 1-ə A, 2-yə C, 3-ə B olaraq müəyyən etdik. Burada B, Y var. Süd turşusu bakteriyalar 3-ə Y. Prodüsent nümayəndəsi varsa burada süd turşusu bakteriyasını götürə bilməliyik təbii ki. 1-ə A, 2-yə C, 3-ə B, 1-ə A, D-ni müəyyən edə bilməliyik. Çünki prodüsent deyil, qızıl sarmaşıq. Bir də 3-ə deməli 2-yə C, Y deyir. 2-də nə var bizdə? C, Y-ni əlavə edib 2-yə, 2-də. Deməli, prodüsent deyil, meyoz bölünür. Hüceyrə divarı yoxdursa, biz pseudotursu bakteriyasının hüceyrə divarı deyərik. Yəni 2-yə Y gedə bilməz. 2-də yalnız heyvan olmalıdır ki, onun hüceyrə divarı yoxdur. 1-ə A, 2-yə C, 3-ə B olaraq cavabımızı müəyyən edirik. Sual 6 ilə davam edirik. Hansılar mümkün deyil? Tritonda cins çoxalma təbii ki mümkündür. Mayalama prosesi gedir, kürü tökmə ilə çoxalır. Adi amöbdə cins çoxalma mümkün deyil. Meyoz və s. getməz. Cins hüceyrələr yaranmaz. Sürünənlərdə 4 kameral ürək timsahda mümkündür. Ona görə götürmürük. Biz mümkün olmayanları axtarırıq. Bunu götürmədik. Çox hüceyrəli heyvanlarda qeyri-cinsi çoxalma. Çox hüceyrəli heyvanlarda qeyri-cinsi çoxalma mümkün ola bilər. Misal üçün hidra. Hidrada tumucuqlama yolu ilə çoxalma var və ya hissələrə bölündükdə yeni hidralar yaranır. Planaridə məsəl üçün fragmentasiya baş verir. Ona görə mümkündür. Mümkün deyil axtarıq biz. Bu mümkündür. Məməlilərdə qeyri-cinsi çoxalma mümkün deyil. Neştərçədə 2 qan dövranı mümkün deyil. 1 qan dövranı var. Cavabımızı 2, 5, 6 olaraq müəyyən edirik. Sual 7. Əgər şibyəni əmələ gətirən hüceyrələrdə rəng daşıyana rast gəlinirsə, bu göbələk yosun birliyindən danışır. Rəng daşıyan deyəndə xromatofordan danışır. Demək ki, biz göbələk siyanobakteriya deyil, göbələk yosun birliyindən danışırıq. O zaman bu onu göstərir ki, o ən qədim bitki qrupuna aid olan canlı ilə heç bir növündə xlorofilə rast gəlinməyən aləmin, yəni bəli, ən qədim bitki qrupu burada olacaq yosun, heç bir növündə xlorofili olmayan isə olacaq göbələk. Bu ola bilər, bunların birliyindən əmələ gələ bilər. Membran quruluşlu, membranlı hüceyrə orqanoidinə malik olmayan canlı ilə, xeyr, bakteriya, göbələk birliyi deyil bu. Biz dedik ki, göbələk yosun birliyidir. Hər ikisi eukaryotdur. Xromosomun bilavasitə sitoplazmada yerləşən desə yenə bakteriyadan danışır. Biz göbələk yosun birliyini götürdük artıq. Avtotrof qidalanan bir hüceyrəli və çox hüceyrəli ibtidai bitki, bir hüceyrəli və ya çox hüceyrəli ibtidai bitki ilə əsasən sporla çoxalan canlı, bəli, sporla çoxalan deyilsə göbələkdən danışır. Avtotrof yolla çoxalan, daha doğrusu qidalanan bir hüceyrəli, çox hüceyrəli deyirsə bitki üçün, bu da yosundan danışmış olur. O zaman 1, 4 doğrumuzdur, 2, 3 yanlışdır. Davam edirik. Sual 8 ilə. Cinsiyyət xromosomların sıxırına əsasən atanın hansı genlərində baş verəcək mutasiyalar yalnız qız uşaqlarında üzə çıxa bilər? Baxırıq, ata öz X xromosomunu qızına, Y-ni isə oğluna verir. Ata oğluna X verə bilməz. Yalnız qızına verə bilər X-ni, oğluna isə Y verir. Baxırıq, 1 həm oğlunda, həm qızında çıxır. Yalnız qızında çıxırsa 2 yalnız qızında var, oğlunda yoxdur.
Daha sonra 3 hər ikisində var. 4 yalnız qızında var, oğlunda yoxdur. Yəni 2 4'ü yalnız qızını ötürəcək. 5 6 7'ni isə yalnız oğlunu ötürmüş olacaq. Cavabımız olur 2 4. Gölməçədə eyni sayda infuzor təhlilliklərin və yaşlı evliyanaların cəmi 60 ifrazat qovucuğu var. Deməli, en qədər infuzor var, en qədər yaşlı evliyan var. Bir infuzorun 2 ifrazat vakuolu, bir evliyanın 1 ifrazat vakuolu var. Bu ikisinin cəmi edəcək 3 enim. 3 enim 60'tırsa enim olur 20. Deməli bizim 20 evlenimiz, 20 infüzorumuz vardır. Neçə qırmızı gözcüyü var? Qırmızı gözcüyü yalnız evlenlərdədir. Bir evlenin bir qırmızı gözcüyü var. 20 evlen varsa 20 qırmızı gözcüyü olacaq. Sual 10 ilə davam edirik. Bizə nə verir? Şəkildə görürük 2 dənə xromosom N. 4 xromatid görürük burada. Və həmçinin 4 DNT molekulu görmüş olacağıq. Əgər zəncir deyərsə, biz bilirik ki, 1 DNT molekulu 2 zəncirdən ibarət. Yəni hal-hazırda gördüyümüz xromosom yığımı 2N, 4C, 4D'dir. Amma zəncir deyərsə 8D'yə qaldırmış olarıq. Xromosom sayı olacaq 2, xromatid sayımı olur 4, zəncir olacaq 8, 2, 4 və 8 olaraq cavabımızı müəyyən etmiş oluruq. Sual 11 ilə davam edirik. Həşərat tutan bitki burada şeş çiçəyini götürəcəyik. Şeş çiçəyi Nepenthes qovuqlu bitki, sonra milçək qrambula, milçək tutan bu olacaq. Deməli, həşərat tutan bitkilərə misal biz bilirdik ki, bunlar amino heterotrof bitkilərdir. Onlar azot olan tələbatlarını ödəməkdən ötürü başqa bir canlının azotundan istifadə edirlər. Yəni amonium duzları və sərbəst azot deyil də, onlar başqa bir canlının amin turşusu və zülalında olan azotdan istifadə edirlər. Çünki bunların yaşadığı torpaqda azot çatışmır. Sual 12 ilə davam edirik. Hansı ifadələr doğrudur? Kütləvi seçmə. Ümumiyyətlə, metodiki seçmənin iki forması var: kütləvi seçmə və fərdi seçmə. Fərdi seçmə tətbiq olunur, deməli, öz-özünə tozlanan bitkilərdə və heyvanlarda, yəni heyvanlara tətbiq edilə bilər, bir də öz-özünə tozlanan bitkilərə tətbiq edilə bilər. Kütləvi seçmə isə yalnız çapaz tozlanan bitkilərə tətbiq edilir. Fərdi seçmə zamanı homozigotluq artır, saf xətt alınır, arzu olunan əlamət möhkəmlənir. Bu müsbət cəhətlərdir. Mənfi cəhət odur ki, cırlaşmaya səbəb olur, xəstəliklərdə dözümsüz fərdlər və s. alınır. Bir də fərdi seçmə zamanı resessiv zərərli mutasiyanın üzə çıxma ehtimalı çox, toplama ehtimalı az olur. Çünki genlər bir-birinə yaxınlaşır deyə eyni genlərin, yəni zərərli mutasiyaların üzə çıxma ehtimalı artır. Kütləvi seçmə heterozigotluğu artır, məhsul, belə deyək, bol məhsuldarlıq müşahidə edilir, yaranan fərdlər əlverişsiz mühitin təsirinə dözümlü olur, fərdidə genotip nəzərə alınır, kütləvidə nəzərə alınmır. Kütləvi seçmə nəticəsində çoxdarın viatka sortu əmələ gəlmişdir. Dedik ki, heterozigotluğu artırır, eyni zamanda resessiv zərərli mutasiyanın üzə çıxma ehtimalı az, toplama ehtimalı isə çox olacaq kütləvi seçmədə. Bunları xatırladıqsa davam edək. Deməli, kütləvi seçmə üçün. Bir, yalnız heyvandarlıqda saf xətlər alınması üçün istifadə olunur. Xeyr, ümumiyyətlə kütləvi seçmə heyvanlara tətbiq edilmir. Çapaz tozanan bitkilərə tətbiq edilir. Nəslin genotipi nəzərə alınır. Deyilsə yanlışdır. Heterozigot fərdlər alınır, doğrudur. Saf xətlər alınmır, doğrudur. Cavabımız olur 3, 4. Davam edik sual 13 ilə. Deməli, bizə nə verir? Şəklə əsasən ətrafların skeletinə aid olmayan sümükləri müəyyən edin. Qurbağanın aşağı və yuxarı ətraflarını qeyd etsə, aşağı ətraflara çanaq, qurşaq hissədə, bud baldır, pəncə isə sərbəst hissədədir. Ön ətraflarda isə yenə qurşaq hissədə 2 kürək, 2 köpükçü, 2 qarğa və 1 ədəd də döş sümüyünü qurşağa aid edəcək, yəni ətraflara aid edəcək onu. Həmçinin bazus aid bir də ön pəncə sümüklərini ətraflara aid etmiş olur. Yerdə qalanlar ətraflara aid deyil. Burada ətraflara aid olmayacaq, deməli 3 aid deyil. Daha sonra bir quyruq sümüyüdür onurğa sütununa aid. Onurğa sütununda bir boyun, 7 gövdə, bir oma fəqərəsi var, bir quyruq sümüyü var. Quyruq fəqərələr birləşib quyruq sümüyünü yaradır. Ona görə deməli bu da ətraflara aid deyil. 1 aid deyil, 3 aid deyil. Daha sonra burada deməli 2 bizdə səhv eləmirəmsə boyun fəqərələrini göstərir. Bir də 2 aid deyil. Deməli 4 kürək sümüyüdür, aiddir. 5 döş sümüyüdür, yuxarı ətrafın, ön ətrafın qurşağına aiddir. 6 çanaq sümüyünü göstərir, arxa ətrafın qurşağına aiddir. 1, 2, 3 aid olmayacaq. 3 kəlləni, 2 səhv etmirəmsə burada onurğanı göstərir, boyun şöbəsini göstərir. 1 isə quyruq sümüyünü göstərir. 1, 2, 3 olaraq müəyyən edəcək ətrafların skeletinə aid olmayanları.
Sual 14 ilə davam edirik. Zəncirotun bütün çiçəklərində meyvə əmələ gələ bilərmi? Bəli, əmələ gələ bilər. Nəyə görə? Zəncirotun səbətində olan bütün çiçəklər əsl dilcidir. Hamısının formulu K0, L5, Y5, D1 şəklindədir. Dişiciklərdə iki ağızlıdır, unutmuruq. Deməli, zəncirotunun bütün çiçəklərində dişicik varsa, bütün çiçəklərində də meyvə yaranacaq. Bəli, çünki onun bütün çiçəkləri dişiciyə malikdir. Sual 15 ilə davam edirik. Xordalı heyvanların təkamülün gedişində Paleozoy erasının daş kömür dövründə meydana çıxmışdır. Baxaq, Paleozoyun daş kömür dövründə e, döş qəfəsi meydana çıxıb. Bəli, sürünənlərdə, ilk sürünənlərdə döş qəfəsi yarandı. Mədəciyində tam olmayan ara kəsmə, bu da elə daş kömür dövründə yaranmış olacaq sürünənlərdə. Deməli, dişlərin ixtisaslaşması perimdədir. Ona görə götürə bilmərik. Boyun fəqərəsi devondadır, götürə bilmərik. Biz daş kömür axtarırıq. Onurğa ordovikdədir. Qabırğalar devondadır. Balıqlarda yaranıb götürə bilmərik. Tükü örtüyü triasdadır. Tərvəsi triasdadır, götürə bilmərik. Hərəkətli çənə, boylu sümüklər artıq devondadır. Hərəkətli çənə balıqlara görə yenə devonu götürə bilərik. Ona görə, yəni borlu sümüklər əsasən devondadır. Ona görə biz daş kömür axtarırıq deyə cavabımız olur A variantı. Sual 16. Quşun baş beyninin hansı şöbələrin üzəri qırışlıdır? Quşlarda yarım kürələr qırışsızdır. Beyinci isə ümumiyyətlə qırışlı ola bilər. Bir yarım kürə, bir də beyinci. Quşlarda yarım kürə qırışsız, beyinci qırışlıdır. Məməlilərdə isə əsasən hər ikisi, yəni əksər nümayəndələrində hər ikisi qırışlı olur. İndi bəzi sadəcə cücüyə, məmələrdə və s. qırış olmaya bilər, amma əksər məməlilərdə qırışlı yarımkürə də ola bilər, beyincik də ola bilər. Deməli, qırışlı olacaq sadəcə beyincik, yarımkürələri qırışsızdır. Sual 17 ilə davam edirik. İnsanda qarın boşluğunda onurğanın bel şöbəsinin hər iki tərəfində yerləşən təbii ki, bizim böyrəklərimizdir. Sual 18. Mollyusklarda kalsiumun toplanması canlı maddənin qatlaşma funksiyasına aiddir. Çünki canlı maddənin funksiyaları var. Qaz yaratma, qatlaşma, oksidləşmə, reduksiya, biokimya və energetik funksiya. Bunlardan qatlaşma zamanı canlı maddə özündə element toplayır. Misal üçün yosunlarda yodun toplanması, şüalarda kalsium, stronsium, kökayaqlarda kalsium, barium, asidlərdə vanadium, sonra qaymaq çiçəyində litium, su gölündə radium. Bunlar canlı, yəni kimyəvi element atomlarının daha çox toplanması baş verir. Canlı maddənin özünə element toplanması qatlaşma funksiyasına misal olacaq. Sual 19 ilə davam edirik. Deməli, bizə bir cisim verilib. Burada deməli cism verilmişdir bizə, yəni küknar ağacı verilib və bu cisim 1, 2, 3 hissələrinə analizinə baxacağıq. Deməli bizdə torluq şanı reseptorlardır, 2 görmə siniridir, 3 isə beyin yarımkürələrinin ənsə payıdır. Bir torluq şanı reseptordur. Biz bilirik ki, billurun işığı sındırma xassəsinə görə əşyanın xəyalı tərsinə alınır. Bu cismin təpə hissəsi billurun sındırma qüvvəsinə görə aşağıdan, yəni sındırma xassəsinə görə aşağı hissədə alınacaq. Burada isə aşağı hissə isə burada alınacaq. Ona görə cismin xəyalı torluq işada tərsinə alınır, amma beyin yarımkürələrinin ənsə payında yenə düzünə şəkildə qəbul olunacaq. Burada tərsinə alınsa da burada düzünə qəbul olunacaq. 2-də tərsinə, 3-də isə düzünədir. Bir rəqəm ilə göstərilən hissədə tərsinə alınır. Bu doğru fikirdir. Əşyanın xəyalı 3 ilə göstərilən hissədə düzünə qəbul olunur. Doğru fikirdir. Deməli, 2 görmə siniridir və görmə siniri kor ləkədən başlanğıc götürür. Kor ləkədə reseptorlar olmur. Kor ləkədən başlanğıc götürür. Sarı ləkədən deyirsə yanlışdır. Əşyanın xəyalı bir rəqəmi ilə göstərilən hissədə düz alınır. Xeyr, yanlışdır. Dedik ki, tərsinə alınır. 2 rəqəmi ilə göstərilən hissə ilə ötürülən impulslar, yəni görmə siniri ilə ötürülən impulslar ara beyindən keçir. Yadda saxlayacaq ki, qoxudan başqa bütün reflekslər ara beyni görərək mərkəzə gedir. Deməli, ardıcıllıq necədir? Görmə reseptorları, görmə siniri, impulslar ötürülür. Deməli, orta beyin, ara beyin, beyin yarımkürələrinin ənsə payına gedib analiz olunacaq. Və yadda saxlayacaq ki, hər gözümüzdən gələn informasiya bizim yəni sağ və sol gözlərimizdən gələn informasiyalar hər iki yarımkürəmizdə, yəni hər iki yarımkürənin ənsə payında analiz olunur. Yəni sağdan gələn sağda, soldan gələn solda deyil. Sağdan gələn həm solda, həm sağda analiz olunur, soldan gələn də həm solda, həm də sağda analiz olunmuş olur. Yəni ənsə payının hər ikisində analiz gedir. Ona görə bu da doğru fikirdir. Deməli, yəni ara beyni qoxudan başqa bütün refleksləri ara beyindən keçir deyə bu da doğru fikirdir. 1, 2, 5 olaraq cavabımızı müəyyən etmiş olarıq. Sual 20 ilə davam edirik. Hansı mümkün deyil? Mayalanmış bir yumurta hüceyrədən 3 və daha çox şeyin əmələ gəlməsi eyni yumurta əkizlərində bu mümkündür.
Mayalanmış iki yumurta hüceyrədən 3 ve daha çox şemləmə gəlməsi bu da mümkündür. Çünki mesela iki yumurta hüceyrə mayalanar. Bunun birindən eyni yumurta əkizi iki uşaq dünyaya gələr, birindən də bir uşaq dünyaya gələr. Veya mayalanmış bir yumurta hüceyrədən deməli bölünər, birindən 2 blastomer, ikisindən də tam 4 blastomer yaranar. 4 blastomerin tam biri məhv olub, üçündən uşaq inkişaf edə bilər. Yəni bir və A və B variantları mümkündür. İki qız dölünün ümumi ciftə malik olması, bəli, eyni yumurta əksizləri olarsa mümkündür. Oğlan və qız dövləri ümumi ciftə malik olmaz. Çünki oğlan qızlar yalnız ayrı yumurta əkizləri olurlar deyə onların eyni cifti deyil, ayrı-ayrı ciftləri olur. İki oğlan dölünün bir ciftə malik olması eyni yumurta əkizləri olduğu olarsa ola bilər. İnsan skeletində ətrafların sərbəst hissəsinə birləşən sümüklərin cəmi. İnsan skeletində ətrafların sərbəst hissəsi deyəndə yuxarı ətraf və aşağı ətrafı götürəcəyik. Yuxarı ətrafda bazı sümükləri gəlir kürəyə kürək sümükləri ilə. Aşağı ətrafda bu sümükləri gəlib çanaq sümükləri ilə birləşir. Deməli, ətrafların sərbəst hissələri birləşdiyi iki kürək, iki çanaq olmaqla 4 sümüklə birləşir. Qamış sümüklərimizin sayı isə 2 ədəd olacaq. Deməli, hər baldır hissədə bir qamış sümüyü var. Birinci sümüyü var, bir qamış var hər baldırda. Ümumilikdə 2 baldırda 2 qamış olacaq. Cavabımız olur B variantı. Sual 22 ilə davam edirik. Bizə öküz soliteri, insan asqaret və qaraciyər sorusu verilib. Bilir ki, exnokok, öküz soliteri, qaraciyər sorusu bunlar bioelementdir. Canlıdan canlıya sahib dəyişirlər. Əsas varalıq sahibləri var. Və deməli, bioelement olub da altı qarmaqlı sürfəsi olan biz exnokok və öküz soliteri deyə bilirik. Burada da öküz soliteri verilmişdir. 1-ə A gedəcək. Bioelementdir, quyruqlu və kirpikli sürfələri olan qaraciyər sorusudur. Deməli, suda yumurtadan kirpikli sürfə çıxır, kirpikli sürfə daxil olur ilbizin bədəninə, ilbizin bədənində qidalanır, çoxalır, orada quyruqlu sürfə çıxır. Sürfə məhələsində çoxalan qurdların biri qaraciyər sorusu, digəri isə exnokokdur. Deməli, kirpikli sürfələrə, quyruqlu sürfələrə malik olan qaraciyər sorusudur. Aralıq sahibinə yumurta mərhələsinə daxil olur. Deməli, aralıq sahibinə ümumiyyətlə həm öküz soliteri, həm də deməli qaraciyər sorusunun aralıq sahiblərini qeyd etsək, öküz soliterinin aralıq sahibi qaramaldır. Deməli qaraciyər sorusunun aralıq sahibi isə gölməçi ilbizidir. Gölməçi ilbizinin bədəninə kirpikli sürfə daxil olub quyruqlu sürfə çıxdığı üçün yumurta mərhələsinə daxil olunmur aralıq sahibi. Ona görə biz bu fikri öküz soliterinə qeyd edəcəyik. Öküz soliteri qaramal otların üzərindən və s. natəmizlik nəticəsində yayılmış olan nəcis kütləsinin yaydığı demək ki, yumurtaları qaramal qəbul edir və qaramalın mədəsində tuş müddəti altı qarmaqlı sürfə çıxır, sonra o keçir bağırsağı deşir, keçir qaraciyər, sonra gəlir ürəyə, ürəkdən gedir ağciyər, ağciyərdən yenidən ürəyə qayıdır və ürəkdən əzələyə gedib vurulur. Yəni həm deməli aralıq sahibinin həm venoz, həm də arterial qanında öküz soliterinə rast gəlinir. Unutmuruq, aralıq sahibi insanda qan-damar sistemində yoxdur. İnsan onun əsas sahibidir. Amma öküz soliterinə aralıq sahibinin həm böyük, həm kiçik qan dövranında, həm venoz, həm arterial qanında rast gəlinir. Bir daha deyirəm, yumurta uduldu, qaramal tərəfindən yumurtanın divarı tuş müddətdə mədədə əriyir, orada altı qarmaqlı sürfə çıxır, gəlir bağırsağın divarını deşir, gəlir qana, qanla gəlir qaraciyərin qapı venası ilə girdi qaraciyərə, çıxdı qaraciyər venası ilə, gəldi aşağı boş vena, sağ qulacıq, ümumiyyətlə qulacıq mədəcik, getdi ağciyərlərə, qayıtdı sol qulacıq, sol mədəcik və vuruldu aortaya. Oradan da əzələ arteriyasına getmiş olacaq. Yəni həm venoz, həm arteriya qanda, həm böyük, həm kiçik qan dövranında rast gəlinir. Bunu da xatırlatmış olaq. Öküz soliteri inkişaf dövriyyəsində sahibinin həm aralıq sahibinin həm böyük, həm kiçik qan dövranında, həm venoz, həm arterial qanında var. Amma qaraciyər sorusu əsas sahibi insandır. İnsanın qan-damar sistemində rast gəlinir. İnsan və qaramaldır. Onun qan-damar sistemində rast gəlinə bilir. Yalnız böyük qan dövranında və yalnız venoz qanda olacaq. Bunları da xatırlatmış olaq. Deməli, bioelementdir, quyruqlu və kirpikli sürfələ malik oldu. Bu oldu. Qaraciyər sorusu inkişafında aralıq sahib iştirak etmir deyirsə, bu olacaq asqaret, çünki bir sahib var, o da insandır. Aralıq sahibinə yumurta mərhələsinə daxil olur deyirsə, yumurta ilə daxil olan oldu öküz soliteri, amma kirpikli sürfə halında isə qaraciyər sorusudur. Əsas sahibinə sist halında daxil olan burada heç birini götürə bir dəqiqə, əsas sahibinin sist, üzrsən burada qaraciyər sorusunu götürəcəyik.
Çünkü qaraciyər sorusuna əsas səbəbi insan və qaramaldır. E, Mənşəyi bilməyən gölməçədən su içdikdə, otlar misal üçün üzərində e, sistasına qaraciyər sorusunun rast gəlmək olur. Ona görə yeni də 3-ə aid etmiş olacaq. Yəni əsas sahibinə qaraciyər sorusuna sista daxil olub yumurta çıxır. Aralıq sahibinə kibişli sürfə daxil olub quyruqlu sürfə çıxır. Öküz soyuterində isə əsas sahibinə finna daxil olub yumurta çıxır. Yəni insan finnalı əti yeyir, onun bədənində yetkin fərdə çevrilir, yumurta qoyur, insan bədəni yumurta tərk edir. Deməli, insana daxil oldu öküz soyuterində finna, xaric oldu yumurta. Deməli, aralıq sahibi olan qara malda isə daxil olur yumurta, əzələsində finna halında tərk etmiş olur. Bu da oldu cevabımız 1A, D, 2'ye C, 3'e B, 1A, D, 2'ye C, 3'e B, Y olarak cevabımızı müəyyən edirik. Həzm kanalının ən geniş şöbəsi deyəndə mədədən danışırıq. Zülalların kimyəvi həzminin başladığı orqandır. Bəli, mədədə süd zülallarının laxtalanması, həmçinin mürəkkəb zülalların sadə zülallara parçalanma prosesi gedir. Bu doğru fikirdir. Bitki yağları mədədə deyil, nazik bağırsaqdadır. Mədədə süd yağlarıdır, unutmuruq. Nazik bağırsaqda əsasən yağlar parçalanır. Mədədə yağlar varmı? Var, amma süd yağlarını qeyd edəcəyik. Bitki yağlarının və karbohidratların fermentlərin təsirindən parçalandığı orqandır. Xeyr, mədədə nə karbohidrat parçalanmır, nə də bitki yağı parçalanmır. Üçüncü, xovlar vasitəsilə soyulma prosesi bu nazik bağırsaqdadır. Ən uzun şöbədə olar, ən geniş şöbədə yox. Qidanın fiziki və kimyəvi çevrilməyə məruz qaldığı orqandır. Təbii ki, burada həm kimyəvi təsir var, fermentlər təsiridir, həm də fiziki olaraq peristaltika prosesi olduğu üçün fiziki təsirdən mövcud olacaq. Yəni həzm kanalının əslində bütün şöbələrində mexaniki təsir var, çünki peristaltika ilə irəliləyir, həmçinin belə də mədən divarları yığılaraq o qidanın qarışmasını təmin edir. Ona görə cavabımız olur 1-4. May böceyi üçün doğru ifadələri müəyyən edin. Postembriyonal inkişafı düzünə gedir, xeyr, dolayı gedir. Deməli, sürfə mərhələsi var, ona görə dolayıdır. Sürfəsi və yetkin fərd arasında qida onda rəqabət gedir. Getmir, çünki yetkin fərdi yarpaqlarla, sürfələri isə ağacların kökləri ilə qidalanır, ona görə getmir. Yetkin fərdi 10 hərəkət orqanına malikdir, 6 ayaq, 4 qanatdan ibarətdirsə, bəli, 10 hərəkət orqanına malikdir. Aid olduğu dəstənin deməli böcəklər, yəni sərt qanadlar dəstəsidir. Bioloji mübarizədə istifadə olunan növü var. Məsəl üçün deməli parabüzən. Parabüzən mənəlilərlə mübarizədə istifadə edilir, ona görə yanlışdır. Qarıncığın boğumlarında nəfəsliklərdə adlanan tənəffüs dəlikləri yerləşir. Bəli, stigmalar yerləşir ki, traxeyalar deməli stigmalar hesabına xarici ilə əlaqələnmiş olur. Ona görə doğrudur. Ürəyi dəliklərə malikdir. Bəli, hər kameraya açılan bir cüt dəliyə malikdir. Ona görə də doğru fikir. Ürəyində dəliklərə rast gəlinir. Bu da doğru fikirdir. Qarıncığında nəfəs yanan tənəffüs dəlikləri yerləşir. Deməli 2, 5, 6 olaraq cavab, bir dəqiqə üzr istəyirəm. 3, 5, 6 olaraq cavabımızı müəyyən etmiş oluruq. Sual 25 ilə davam edirik. DNT molekulun müəyyən bir sahəsində ölçüsü sitozin azotlu əsasın ölçüsünə ölçücə sitozinə bərabər olan timindir. Molekulun bir hissəsində ölçüsü sitozin azotlu əsasın ölçüsünə bərabər olan azotlu əsasa malik nukleotit 4 rabitə əmələ gətirir. Deməli, sitozin 4 rabitə əmələ gətirirsə, sitozin molekulun kənarında gələcək. Deməli, necə? Daha doğrusu timin molekulun kənarında gələcək. Bizim DNT molekulumuzun bir sahəsində ölçüsü sitozin azotlu əsasın ölçüsünə bərabər olan, yəni timin 4 nukleotit 4 rabitə əmələ gətirir. Aha, deməli, timin molekulun o zaman ortasında gəlir deməkdir. Biz bilirik ki, adenin timin molekulun ortasında gələrsə 4 rabitənin yaranmasında iştirak edəcək. Guanin sitozin molekulun kənarında gələrsə 4 rabitənin yaranmasındadır. Guanin sitozin molekulun ortasında gələrsə 5 rabitənin yaranmasında iştirak edir. Adenin timi molekulun kənarında gələrsə 3 rabitənin yaranmasında iştirak edir. Deməli, bizim adenin timimiz ortada gələndir. DNT zəncirin başlanğıcında və ya sonunda yerləşir. Bu nukleotit zəncirin başlanğıcında və sonunda yerləşir. Xeyr, dedik ki, ortada gəlir. Çünki 4 rabitə yaradır. Bu nukleotit növü ilə başa çatan DNT tripletlərinin 14 növü eukaryot orqanizmlərdə amino türsü kodlaşdır. Biz bilirik ki, 16
Deməli, ümumiyyətlə bizim 4 növ nukleotidimiz var. 3-3 birləşib 64 triplet yaradır. Bunun 16-sı timinlə bitəcək, 16-sı guaninlə bitəcək, 16-sı sitazinlə, 16-sı da adeninlə bitmiş olacaq. Ümumiyyətlə stop kodlarımız hansılardı? ATT, ATS və AST bizim stop kodlarımız idi. Stop kodların ikisi timinlə bitir və buna görə də bunlar kodlaşmada iştirak etmir. Deməli, bizim timinlə bitən 14 16 tripletimiz var və bunun 14'ü amin turşu kodlaşmasında iştirak edir deyə bu doğru fikirdir. Bu nukleotid bilavasitə transkripsiya prosesində iştirak edə bilər, translasiya prosesində iştirak edə bilməz. Bəli, timin yalnız DNT-yə aiddir, RNT-də timin yoxdur və DNT transkripsiyada iştirak edib, translasiyada iştirak etmədiyi üçün timin də transkripsiyada iştirak edib, translasiyada iştirak etməyəcəkdir. Doğru fikirdir. Onun tərkibindəki ortofosfat turşu qalığının sayı əmələ gətirdiyi hidrogen rabitələrinin sayına bərabərdir. Hidrogen rabitəsinin sayı 2'dir. Xeyr, bərabər deyil. Deməli, ortofosfat turşusu hər nukleotiddə 1 ədəddir, amma yaratdığı hidrogen rabitəsi 2 ədəddir olmaz. Hidrogen rabitəsi adenin nukleotidi ilə əmələ gətirmişdir. Bu doğru fikirdir, bəli. Deməli, komplementarlıq prinsipi əsasında adenin qarşısında timin dayandığı üçün molekulda bu doğru fikirdir. Cavabımız olacaq 2, 3, 5. Deməli, müəyyən etmiş oluruq. Sual 26 ilə davam edirik. İnsan ürəyinin 0,5 saniyəlik sikli şəraitində 80 nəbz vurğusu baş veribsə, ürək siklinin 3-cü fazasına sərf olunan zaman 1-ci fazaya sərf olunan zamandan neçə saniyə çoxdur? Ürək sikli 0,8 saniyəlik bir perioddur. Birinci faza qulaqcıq sistolasıdır, 0,1 saniyə davam edir. İkinci faza mədəcik sistolastır, 0,3 saniyə davam edir. Üçüncü faza ümumi diastoladır, 0,4 saniyə davam edir. Və 0,1 saniyəlik sikl şəraitində 80 nəbz vurğusu baş veribsə, deməli, 3-cü və 1-ci fazalar arasındakı fərq. Mən bilirəm ki, delta T bərabərdir. Zaman bölək vurğu düsturundan istifadə edə bilərik və bütün vurğulara sərf olunan zamanı tapa bilərik. Delta T vuraq N deyib, bütün vurğulara sərf olunan zamanı tapıram. 0,5'i 80'ə vururam. Bizim bu vurğularımıza sərf olunan zamanımız 40 saniyə olmuşdur. Deməli, 0,8 saniyəlik sikl şəraitində 3-cü faza ilə 1-ci fazanın arasındakı fərq 0,3 saniyədir. Bəs 40 saniyəlik sikl şəraitində bu fazalar arasındakı fərq nə qədər olacaq? 40 vuraq 3 bölək 8, bu da 15 saniyə etmiş olacaq. Deməli, 3 ilə 1'in arasındakı fərqi deyirdi. Bəli. Demək 0,8 saniyədə aradakı fərq 0,3 saniyədirsə, 40 saniyədə arasındakı fərq 15 saniyə olacaq. Sual 27 ilə davam edirik. YZ-in müasir nümayəndələrin döş qəfəsindəki sümüklərin sayının bərabər olduğunu bilərək. Y və Z-in deməli, döş qəfəsi sümüklərinin sayı bərabərdir. Deməli, o zaman X burada oranqutandır. Çünki yeganə bu meymunlardan oranqutandır ki, 12 döş fəqərəsi, 24 qabırğa və 1 ədəd döş sümüyünə malikdir. 37'dir. Digərləri isə hamısı 40 olacaqdır. Ona görə Y və Z bir-birinə bərabərsə X oranqutandır. Bizdə Z deməli qorilladısa, daha doğrusu Avstralopitek gorilla veribsə Z bizdə olacaq şimpanze. Çünki Dryopithekdən bu üçü başlanğıc götürür. Şimpanzedə 40'dır döş qəfəsində olan sümük sayı. Burada da Parapitekdən də hippon oranqutan, Dryopithekdə oranqutanı buraya yazmışıqsa, burada hippon qalacaqdır. Bəli, hipponun da döş qəfəsi sümüklərinin sayı 40'dır. Bunu da təsdiqləmiş olduq. Deməli, X oranqutan, Y hippon, Z şimpanzedir. Deməli, X oranqutan, X-ə gedəcək, 1'ə gedir C, sonra Y hippon, 2'ye gelir B. 3'e de gidecek şimpanze. Şimpanze de bizdə D ilə işarə edilib. 1, C, 2, B, 3, D olaraq cavabımız müəyyən etmiş oluruq. Və gəlirik situasiya mətnimizə. Deməli, göz müayinəsinə gələn iki tələbədən biri Əli, biri olan Əli, həkimin müayinə etdiyi məsafədən divarda asılmış posterə baxır. Və posterin ilk səhifələrini oxuyur. Bilirik ki, bu Snellen cədvəlidir. Və Snellen cədvəlində yuxarı səhifələri, yuxarı sətirləri oxuya bilirik, aşağı sətirləri oxuya bilirik, isə müəyyən məsafədən. Demək ki, bizim qüsurumuz biz uzağı görmürük. Uzağı görmürük, yaxını görürük. Demək ki, bizim qüsurumuz yaxından görmədir. Deməli, bu Əli uzağı görməyib, uzaqdakı xırda olanları görə bilmir. Demək ki, Əlinin qüsuru nədir? Əli yaxını görür, Əli uzağı görmür. Əlinin qüsuru yaxından görmədir. Yaxını görür, uzağı görmür.
Daha sonra posteri yaxınlaşdıqda gördüm. Yaxınlaşıb görürsə demək ki, bəli, yaxından görmədi. Gəlirik səmaya. Səmaya isə bir mətin verir və onu yaxın məsafədən oxuyanda çətinlik çəkir. Səma yaxını görmür. Səma uzaqlaşdıranda görür. Yəni uzaqlaşdırdıqca görür. Deməli, səma uzaqdan görür. Uzaqdan olanda görə bilir. Səmanın qüsuru uzaqdan görmədir. Əlinin qüsuru isə yaxından görmədir. Bu testləri daha rahat həll etməniz üçün qısa bir uydurma deyim. Yəni abreviaturadan istifadə edə bilərsiniz. Daha rahat olar sizə. Əli o zaman əlinin qüsuru deməli yaxından görmədir. Y, Ö, S abreviaturasını istifadə edərik. Səmada isə uzaqdan görmədir. U, A, T. Bircə dəqiqə. Burada isə UAT abreviaturasından istifadə edərik. Nədir bu? Y yaxından görmək, Ö əşyanın xəyal torluquşanın önündə alırsınız. Səpəci deməli linzadan istifadə olunur, səpəci və ya çökük. U uzaqdan görmədir. A əşyanın xəyal torluquşanın arxasında alınır. T toplayıcı və ya qabarıq linzadan istifadə olunur. Səpəci linza hər iki tərəfi çökük, qabarıq linza isə hər iki tərəfi bu şəkildə qabarıq, yəni toplayıcı linzadır. Bu sadəcə uydurmadır. İmtahan həyəcanı 50-50-yə yadınızdan çıxa biləcək bir şey olduğu üçün qaranti yoldur deyə qeyd edirəm ki, nəzərinizdə qalsın. Amma bunun təbii ki, elmi qaydası vardır. Nədən ibarətdir? Bu yaxından görmə və uzaqdan görmə qüsurlarının səbəbləri vardır. Deməli, anadan gəlmə və sonradan qazanılmış səbəblər vardır. Bu qüsurların, yəni yaxından görmə qüsuru ilə göz yazaq, buna da UAT yazaq, qalsın burada. Bu qüsurların anadan gəlmə və sonradan qazanılmış səbəbləri vardır. Anadan gəlmə, bu da qazanılmış. Qazanılmış səbəb həmişə yadda saxlayacaq ki, büllurla bağlıdır. Anadan gəlmə səbəbi isə göz alması ilə bağlıdır. Deməli, gəlmə səbəbimiz göz alması ilə bağlıdır. Sonradan qazanmış səbəbimiz isə büllurla bağlıdır. Deməli, göz dediyimiz yaxından görmə qüsurunda göz abreviaturundan istifadə elədik. Dedik ki, əşyanın xəyal torluquşanın önündə alınır. Bu o deməkdir ki, xəyal torluquşaya gedib çatmır. Ümumiyyətlə, bu xəyalın getdiyi stabil bir yol var. Yəni, xəyalın getdiyi, deyək ki, yəni stabil bir yol var. Göz almasının vəziyyəti və ya büllurun vəziyyəti bu yaxından görmə və uzaqdan görmə qüsurlarının müəyyən olmasına səbəb olur. Normal halda, normal göz alması belədirsə, əşyanın xəyalı gedir, düz torluq işanın üzərinə düşür deyə biz onu görürük. Əşyanın xəyalı torluq işanın üzərində alınırsa biz o cismi görürük. Torluq işanın önündə də alınsa görməyəcəyik, arxasında da. Xəyalın getdiyi yol stabildir. İndi göz almasının uzunsov olmasına baxsaq, belə uzunsov göz almasında əşyanın xəyalı getdi, torluquşanın önündə alındı. Torluquşa qaldı burada. Deməli, bu göz alması uzunsov olanda hansı qüsurdur? Yaxından görmə, göz önündə alındı. Bir də qısa göz alması vardır ki, göz alması normaldan qısa olduqda xəyal torluquşanı ötüb keçir. Torluquşa qaldı burada. Xəyal getdi alındı torluquşanın arxasında. Bu da hansı qüsurdur? Uat, yəni uzaqdan görmə. Uzaqdan görmə. Bu şəkildə yadımızda saxlaya bilərik. Deməli, xəyalın getdiyi yol stabildir. Əgər göz alması normaldan uzundursa, xəyal gedib torluq şəyə çatmır, önündə alınır. Əgər göz alması normaldan qısadırsa, xəyal torluq şanı ötüb keçir, arxasında alınır. Bunlar anadan gəlmə göz alması ilə bağlıdır. Billurun da deməli, məntiqi eynidir. Normal billurda, normal qabarıqlığa malik billurda xəyal gedib torluq şanın üzərində alınır. Qabarıq billurda xəyal torluq şəyə çatmır. Yastı büllurda xəyal torluquşanı ötüb keçir. Eyni məntiqdədir. Sadəcə yadda saxlayacaq ki, əgər qüsurlar anadan gəlmədirsə, bu göz alması ilə bağlıdır. Deməli, anadan gəlmə, yaxından görmə qüsurunda göz alması uzunsov oldu. Anadan gəlmə, uzaqdan görmə qüsurunda isə göz alması qısa oldu. Bu, göz alması ilə bağlıdır. Bir də billurla bağlı olanlar, əgər sonradan qazanmış billurun qabarıqlığından yaranan yaxından görmə qüsuruysa, deməli, qabarıqlıq artır. Burada isə qabarıqlıq normaldan az olur, yəni yastı billurdan söhbət gedir, yastılaşır. Bu şəkildə müəyyən etmiş olaraq anadan gəlmə səbəblər göz alması, sonradan qazanmış səbəblər billurla bağlıdır. Baxırıq, Əli və Səmanın görmə qüsurları aşağıdakılardan hansı təsvirə uyğundur? Dedik ki, Əli yaxından görmədir, əşyanın xəyalı torluquşanın önündə alınacaq. Bura Əlinin qüsurudur. Deməli, Əliyə A olacaq. Gəldik səmaya. Səmanın dedik ki, onun qüsuru uzaqdan görmədir. Cismi xəyalı torluquşanın arxasında alınır və
Çünki göz alması ya normaldan qısadır, ya da ki billur normaldan yastıdır ki, yaşayan xəyal torlu quşağını ötüb keçir və arxasında alınır. Səmanın qüsuru isə B ilə ifadə olunub. Səmanın gözündə yaxından görmə və uzaqdan görmə, uzaqdakı yaşayanın xəyalı torluq şəhər nəzərən alınma yeri. Baxın, biz gördüyümüz cismin xəyalı torluq şanın üzərində alınır. Səmanın qüsuru nədir? Uzaqdan görmə. Səma uzağı görür, yaxını görmür. Deməli, yaxındakı cismin xəyalı torluq şanın arxasına düşdü səmada. Yaxındakı cismi görmür, yaxındakının xəyalı torluq şanın arxasına düşdü. Deməli, yaxındakı cismə baxanda torluq şadan arxada alınacaq. Amma uzaqdakı cismə baxanda isə düz torluq ışığının üzərində alınacaq, çünki səma uzaqdakı cismi görür. Deməli, yaxındakı cismin xəyalı torluq ışığının arxasında alındı. Səma onu görmür. Amma uzaqdakı cismi görür deyə düz torluq ışığının üzərində alınmış olacaq. Yəni gördüyümüz düz torluq ışığının üzərinə düşür. Görmədiyimiz, yəni deyək ki, yaxını görmürüksə, torluq ışığının önündə alınır. Uzağı görmürüksə, torluq ışığının arxasında alınır. Nəyi görürüksə o torluq ışığının üzərindədir. Daha sonra 29. Əli və səmanın qüsurlarının daltonizmdən 3 fərqini qeyd edin deyir. Deməli, daha sonra daltonizmin bunlardan fərqini. Daltonizm irsidir. X xromosomu ilə resessiv keçir və rəng korluğu adlanır. Yəni kolbacıqların funksiyası pozulur. İnsan cisimlərin rəngini normal şəkildə ayırt edə bilmir. Deməli, irsidir daltonizm. X xromosomu ilə resessiv şəkildə ötürülən ilişik gen xəstəliyidir. Həmçinin rəng korluğudur, kolbacıqların funksiyası pozulur və cism rəngləri normal şəkildə ayırt edə bilmir. Yəni əsasən də orada qırmızı və qismi rəng korluğunda qırmızı və yaşıl rənglərin ayırt edə bilməməsidir. Tam rəng korluğunda isə bütün rənglər yəni ayırt edilə bilmir kolbacıqlar tərəfindən. Sual 30 ilə davam edirik. Deməli, əlinin qüsuru nə oldu bizdə? X oldu, yaxından görmə. Əlinin qüsurunun səbəbi. Burada indi açarımız nədir? Deyir ki, əvvəlki müayinələrində bu qüsur aşkar edilməmişdir. Deməli, əlinin qüsurunun səbəbi billurla bağlıdır. Həm səmada, həm əlidə billurla bağlıdır. Əgər yaxından görmə qüsurudursa, cismi xəyal torluq şanın önündə alınır. Ya alma uzundur, ya billur qabarıqdır ki, xəyal gedib torluq şəyə çata bilmədi, önündə alındı. Və səbəbi də nə oldu? Sonradan qazanılmış olduğu üçün səbəbi də biz billurun qabarıqlığının artması olaraq götürəcəyik. Gəldik səmanın qüsuruna. Səmanın qüsuru uzaqdan görmədir. Səmanın qüsurunun səbəbi də yenə billurla bağlıdır. Çünki əvvəlki müayinələrdə bu qüsur aşkar olunmayıb. Səbəbi isə billurun qabarıqlığının yassılaşması olacaq. Ümumiyyətlə səmanın qüsuru uzaqdan görmədir. Əşyanın xəyalı torluq şanı ötüb keçir. Ya alma qısadır, ya da ki billurun qabarıqlığı azalmışdır ki, xəyal torluq şanı ötüb keçmişdir. O zaman sonradan qazanılmış olduğunu bildiyimiz üçün, çünki deyir əvvəlki müayinələrdə yoxdur bu qüsur, billurun qabarıqlığının azalması, yəni billurun yassılaşması müşahidə ediləcəkdir.